Autizm haqqında 1. Autizm nədir? 2. Autizmin səbəbləri 3. Autizmin əlamətləri və növləri 4. Diaqnoz 5. Aradan qaldırması üçün terapiya üsulları. Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eugen Blechler tərəfindən autizm termini elmi ədəbiyyata gətirilib. Autizm termini autos Yunan sözündən əmələ gəlib, özüm deməkdir. Hələ keçən əsrin ortalarında autizm çox nadir xəstəlik olub. Lakin vaxt keçdikcə bu xəstəliyi olan uşaqların sayı artıb. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur, məsələn 8 aylıq ikən. Lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlan uşaqlarında rast gəlinir. Autizmin səbəbləri. Autizmin dəqiq səbəbləri hələ tam olaraq bilinmir. Lakin genetik və ətraf mühit amillərinin qarşılıqlı təsiri nəticəsində baş verdiyi düşünülür. Bəzi tədqiqatlar genetik faktorların, doğum fəsadlarının və ətraf mühitin çirklənməsinin autizmin yaranmasında rol oynaya biləcəyini göstərir. Əlamətlər. Sosial münasibətlərdə çətinlik. Autizmli insanlar başqaları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər və sosial münasibətlərdə anlamaqda da çətinlik çəkə bilərlər. Ünsiyyət problemləri. Şifahi və yazılı olmayan ünsiyyət bacarıqlarında çatışmazlıqlar müşahidə oluna bilər. Təkrarlanan davranışlar. Məhdud və təkrarlanan davranışlar, məsələn, müəyyən hərəkətləri təkrar etmək və ya müəyyən mövzulara həddindən artıq maraq göstərmək müşahidə oluna bilər. Uşaqlarda 3 yaşına dək müəyyən edilir. Bunlara nitqin inkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyən hərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərini anlamamağı daxil edə bilərik. Həmçinin bu pozuntuları olan uşaqlar nadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gec inkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir və yaxud etmirlər. Uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlər və digər qeyd etdiyimiz xüsusiyyətlərin bəziləri yaxud hamısı bu pozuntunun bütün formalarında ən zəifindən kəskinədək müşahidə oluna bilər. Bu uşaqların bəziləri danışmırlar, digərləri danışmağı can atır, lakin dedikləri sözlər sadəcə təkrarlardan ibarət olur. Danışıq qabiliyyətləri nisbətən daha çox inkişaf edən uşaqlar yalnız sadə və məhdud mövzularda danışmağa meyilli olurlar. Onlar özlərinə mücərrəd görünən məsələlərdə danışmağa çətinlik çəkirlər. Oynayan zaman eyni hərəkətlərin təkrarlanması, maraqların çox məhdud ölçüdə ifadə olunması, ünsiyyət qabiliyyətlərinin zəifliyi, bütün bunlar çoxsaylı müşahidələr nəticəsində aşkar edilən əlamətlər sırasındadır. Autizm spektri pozuntusundan əziyyət çəkən uşaqlar əsasən səs-küy, işıq, müəyyən yeməklər yaxud əşyalara da qeyri-adekvat reaksiya verə bilərlər. Bundan əlavə, autizmli uşaqlar çox vaxt qeyri-adi qabiliyyətlərə malik olurlar. Əsas olaraq davranışlarında sosiallıq, qarşılıqlı şifahi və sözsüz münasibət, maraqlar və fəaliyyətdə çatışmazlıqlar var. Autizm olan uşaqlarda körpəlikdən göz təması olmaya bilər. Bəzi jestləri öyrənə bilmirlər və ya gec öyrənirlər. Onlardan fərqli istifadə edirlər. Uşaqların erkən çağlarında istədikləri əşyaları böyüklərin əli ilə göstərirlər. Bu vaxt onların üzlərində sosial baxımdan uyğun bir ifadə olmur. Ümumiyyətlə, bu uşaqlarda xoşagəlmə, qorxu, qəzəb kimi duyğuları göstərə bilmə qabiliyyəti vardır. Ancaq onlar bu hissləri cüzi olaraq büruzə verirlər.
Bəzilərində özlərinə zərərverici davranışlar, ətrafdakı insanlara qarşı zorakı hərəkətlər ola bilər. Tipik autizmin tanımlanması ümumiyyətlə bu mövzu ilə məşğul olan mütəxəssislər üçün problem deyil. Bununla birlikdə çox yüngül simptomları olan autizm formalarının da olduğunu unutmamalıyıq. Autizm qızlarda daha az rast gəlinir, lakin klinik mənzərə ümumiyyətlə daha ağırdır. Autizm şəxslər duyğularını göstərmək qabiliyyətinə sahibdirlər, ancaq yalnız duyğularını ifrat dərəcədə göstərməyə meyllidirlər. Davranış problemlərinə bir çoxlarında rast gəlinən həddən artıq hərəkətlilik, yəni hiperaktivlik və yayındırıcılıq daxildir. Ünsiyyət və dil inkişafı. Dilin anlaşılması və ünsiyyət üçün istifadə həmişə ən azı kiçik autistik uşaqlarda pozulur. Danışıq hallarının təxminən yarısında mənalı bir ünsiyyət vasitəsi olmaq üçün inkişaf etmir. Danışıq çox vaxt təxirə salınır. İlk diqqəti çəkən əlamətlərdən biri bu uşaqların çağrıldıqları zaman baxmırlar və buna görə də valideynlər tərəfindən tez-tez digər həkimlərə, mütəxəssislərə aparılırlar. Bu uşaqların bəziləri ara-sıra güclü vurğular, düzəlməmiş səslər və intonasiyalarla qalxıb düşən və ya onlar üçün vacib olan mövzularda fasiləsiz danışırlar. Lakin o diaqnozu qoyulan uşaqların nitq problemi olsa da onları tezliklə aradan qaldırmaq lazımdır. Təkrarlanan hərəkətlər. Autizmdə tez-tez rast gəlinən təkrarlanan hərəkətlər, sola-sağa baxmaq, arxaya yellənmək, dönmək, cisimləri çevirmək, barmaqları ilə qəribə formalar düzəltmək, toxunmaq, alqışlamaq, ritmik əl hərəkətləri, qulaq və bədəndir ki, bu hərəkətlər onlarda daha tez-tez görünür. Nəticə olaraq autizm zamanı problemlər əsasən 3 sahədə olur: sosial qarşılıqlı əlaqədə keyfiyyət pozuntusu, şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozuntu, məhdud maraq, fəaliyyət və təkrarlanan hərəkətlər. Bir çox davranış xüsusiyyətlərində baxsaq, biz autizmin fərqli növlərini görə bilərik. Bəzi cəhətlərdən fərqli olsa da, bu başlıq altında əsasən bir-birinə bənzər olan autizmlə əlaqəli aşağıdakı növləri mövcuddur: tipik autizm, Rett sindromu, Asperger sindromu. Bir çox davranış xüsusiyyətlərindən autizm şəxsləri təsvir etmək üçün istifadə olunur. Ancaq bu xüsusiyyətlərin heç biri bütün autizmli insanlarda olmur. Hadisələrin hamısı tez-tez, eyni anda baş vermir və simptomlar zaman-zaman insanda dəyişə bilər. Fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri də yüngüllük və ağırlıq dərəcəsində olmasından asılıdır. Autizm diaqnozu adətən uşaqlıq dövründə, xüsusilə 3 yaşda olur. Müalicə üsulları arasında davranış terapiya, danışıq terapiyası, fizioterapiya, dərman terapiyası kimi müxtəlif yanaşmalar mövcuddur. Erkən diaqnoz və müvafiq reabilitasiya proqramları autizmli şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaqda mühüm rol oynayır. ABA terapiyanın əsas metodları: diskret sınaq təlimi, yəni məlumatların kiçik hissələrə bölərək öyrətmə, təbii mühitdə tədris, yəni gündəlik həyat fəaliyyətləri üzərində tədris, daha sonra pivotal reaksiya təlimi uşağın öz təşəbbüskarlığını artıran metoddur. ABA terapiyanın məqsədi yalnız problemli davranışları azaltmaq deyil, həm də uşağın öyrənmə bacarıqlarını artırmaqdır. 2. Koqnitiv davranışçı terapiya. Bu terapiya əsasən yüksək funksiyalı autizmli uşaqlara yönəlmişdir və onların emosional tənzimlənmə, problem həll etmə və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir. CBT-nin əsas məqsədləri uşağın duyğularını və düşüncələrini daha yaxşı anlamasına kömək etmək, problem həll etmək və çevik düşünmə bacarıqlarını inkişaf etmək, stress və narahatlıq səviyyəsini azaltmaqdır.
Terapiyanın effektivliyi uşaqların öz duyğularını idarə etmə qabiliyyəti və sosial bacarıqlarını inkişaf etdirir. Sensor terapiya isə burada bu uşaqların duyğusal emal problemlərini həll etməyə yönəlmişdir. Mütəmadi fiziki məşqlər, toxunma, səs və vizual terapiya bu terapiyalar uşağın duyğusal tənzimlənməsinə və intellektual inkişafına müsbət təsir göstərir. Sosial bacarıq müdaxilələri. Autizm uşaqlar üçün sosial bacarıqların inkişaf etdirilməsi çox vacibdir. Buraya daxil rollu oyunlar və sosial ssenarilər, qrup terapiyaları və sosial bacarıq dərsləri. Araşdırmalar göstərir ki, sosial bacarıq müdaxilələri uşaqların sosial əlaqə qurmaq və dostluq münasibətləri yaratma bacarığını artırır. Qrup terapiyası və ya sosial dəstək proqramları. Autizm uşaqlar üçün xüsusi hazırlanmış qrup terapiyaları onların sosial bacarıqlarını artırmağa kömək edir. Metod olaraq kiçik qruplarla sosial bacarıq təlimləri, emosional tənzimləmə üçün psixoloji dəstək proqramları, müxtəlif yaş qrupları üçün fərdi yanaşmalar. Bu proqramlar uşaqların dostluq münasibətləri qurmasına və sosial adaptasiyasına kömək edir. Art terapiya yaxud musiqi və incəsənət terapiyaları deyə bilərik. Musiqi və incəsənət terapiyaları bu tipli uşaqlara öz hisslərini ifadə etməyə və yaradıcılıqlarını inkişaf etdirməyə imkan yaradır. Əsas üstünlükləri emosional tənzimlənməni dəstəkləyir, ünsiyyət bacarıqlarını artırır, özünü ifadə etməyə kömək edir. Bu metodlar uşaqların nitq bacarıqlarını və sosial uyğunlaşmasını gücləndirir. Bədən və hərəkət terapiyası isə fiziki fəaliyyətlər bu uşaqların duyğu və motor bacarıqlarını inkişaf etdirməyə kömək edir. Metodlara yoga və meditasiya təlimlərini, reabilitasiya əsaslı hərəkət terapiyalarını, idman və fiziki fəaliyyətləri göstərə bilərik. Bu yanaşmalar uşaqların diqqət və konsentrasiya səviyyəsini artırır. Duyğu tənzimlənmə və stresi idarə etmə. Bu uşaqlarda duyğuların tənzimlənməsi çətinlikləri müşahidə oluna bilər. Buna görə də emosional tənzimlənmə bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Metod olaraq şüurlu fərqindəlik təlimləri, nəfəs texnikası və fiziki fəaliyyətlər, CBT əsasında duyğuların idarə edilməsi. Bu metodlar uşaqların narahatlıq və stress səviyyəsini azaltmağa kömək edir. Autizm haqqında valideynlər nə qədər məlumatlı olarsa, övladına bir o qədər çox kömək edə bilər. Övladınızla qarşılıqlı münasibət yaradarkən və ona nə isə öyrədərkən, onda müsbət reaksiya və cavab oyatmağa çalışın. Uşaqlarınızın zəif cəhətlərini müəyyən etməyi öyrənməlisiniz ki, onları aradan qaldırmaq mümkün olsun. Təcrübələr göstərir ki, övlad qayğısına qalmaq məsələsinə həssas, sevgi dolu, səbirli və intizamlı yanaşmanın çox böyük köməyi olur. Övladınızın bacarıqları və ehtiyaclarını nəzərdə tutan təhsil proqramlarının işlənib hazırlanması üçün erkən müdaxilə üzrə mütəxəssislərlə yanaşı müəllimlərlə birgə səy göstərilməlidir. Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.